2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını deyən Prezident İlham Əliyev iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını diqqətə çatdırdı. Bildirdi ki, bütün bunlara baxmayaraq Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib. Təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir deyən dövlət başçısı ötən il ölkə qarşısında duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını bildirdi. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir. Biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu müstəqillik yoludur, sabitlik, inkişaf yoludur. Ötən il müstəqilliyin bərpasının 25 illiyinin qeyd olunduğu ölkəmizdə 2016-cı ilin dərin iqtisadi islahatlar dövrü kimi qalacağını deyən Prezident İlham Əliyev qəbul edilən qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını bildirdi. Təsadüf edir ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6% artım əldə olunub. Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəfli çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, bütün dediyim hədəflərə biz çatacağıq. Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi ki, buna da nail olundu. Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə olundu. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdırdığını deyən dövlət başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub. Maaşlar 7, pensiyalar 8% artıb və yenə də artmalıdır. Bununla yanaşı kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipini əsaslanır. Orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, asan xidmət mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub. Göstərilən xidmətlərin sayı artırılıb. Asan vizanın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11% artıb. Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən Prezident İlham Əliyev 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirdi. Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğuladı. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirdi. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz bütün təhribatlara layiqli cavab verəcəyik. Eyni zamanda illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, onlar bir həftə ərzində bizim qabağımızda dura bilməyəcəklər.
2016-cı ilin vacib hadisələrindən danışarkən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin və Şahdəniz 2 layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirdi. 2016-cı ildə idmançılarımızın Rio Olimpiyadasında tarixi nailiyyətə imza attığını deyən dövlət başçısı sentyabrda baş tutan referendumun nəticələrindən də danışdı. Onun xalqımızın iradəsini əks etdirdiyini diqqətə çatdırdı. Ötən il ölkəmizdə multikulturalizm ili elan edildiyini deyən Prezident İlham Əliyev bu il çərçivəsində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini qeyd etdi. Sonra millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Dövlət Miqrasiya Xidmətinin rəisi Firidun Nəbiyev və Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2016-cı ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə etdilər. Prezident İlham Əliyev yeşun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini dedi. Bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirdi. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlət başçısı qarşıdakı illərdə paytaxtda 2000-ə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, Ağşəhər layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirdi. 2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın bir rəqəmli olmasının vacibliyini vurğulayan Prezident İlham Əliyev bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu ildə geniş tədbirlərin görüləcəyini bildirdi. Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, bir sıra valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışdı. İstehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğuladı. Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev hərbi potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini bildirdi. Ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, asan xidmətin coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını bildirdi. Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam həmrəyliyi oyunlarına ev sahibliyi edəcəyini dedi. İslam həmrəylik oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha öz gücümüzü göstərəcəyik, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, İslam aləmini çalışacağıq ki, birləşdirək. Çünki İslam aləmi üçün ən böyük təhlükə də elə İslam aləmindən gəlir. Bizi bölmək istəyənlər, nifaq salmaq istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Və Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri nələr deyir bizim ölkə haqqında? Necə yüksək qiymətlər verir? Və bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Bax, budur bizim siyasətimiz. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir və düzgündür və ədalətlidir və prinsipialdır və cəsarətlidir. Bütün bunları nəzərə alaraq mən 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan edirəm.